Day və Kaşuk bir ildir Qarabağdadılar. Düzdür, yəni mən inanmıram ki, bir ildə özünü göstərməyən futbolçu ikinci mövsüm oynayacaq. Mən açıq inanmıram, elə şey olmur. Bircə addım belə atmayıblar. Ümumiyyətlə, sən bu futbolda bəzən deyirlər, uyğunlaşma, adaptasiya, o bəzən sırf elə bəhanə kimi görünür. Mən üçün uyğunlaşma nə ola bilər? 1 ay ola bilər, 2 ay. Məsələn, Kaşukun ümumiyyətlə uyğunlaşma problemi olmamalı. Çünki bu ölkədə yaşayıb, bu çempionat tanıyır, oynayıb. Adda ayında uyğunlaşmaq, ümumiyyətlə bu Afrika kökənli futbolçular hara düşürlərsə, qısa zamanda oraya uyğunlaşırlar. 1 ildə uyğunlaşmayıbsa, 3 ildə qalsa uyğunlaşmayacaq. Bu belə. Veşoviçlə Qarabağ özü bağlamaq istəmir. Yaşı da bu hardasa yəqin ki fikir verirlər. Bir də zədələnəndən sonra biraz gec bərpa olunur. Bu mövsüm onu yaşadı Qarabağ. Bağlamaq istəmirlər. Patrik Andrade müqaviləsi bitir, bilinmir, uzadacaq, uzatmayacaq. Yəni, keçən verilişdə dedim, Benziya artıq onun mövqeyində oynadırlarsa, Patrik Andrade başa düşür ki... Əslində heç Benziyanın özü ilə də bağlı hələ ki suallar açıq. Benziyada məsələn, Benziya çox pul istəyir. İndi Kadinin Qarabağa gəlməsi biraz o maaş balansında pozdu komandada. Çünki Kadi bu dəqiqə Qarabağda yox, Qarabağ tarixində, Azərbaycan tarixində ən çox əmək haqqı alan futbolçudur bu dəqiqə Kadi Borges. Kadi hardasa məndə olan məlumata görə Benziya çox 1 milyon pul istəyir bu dəqiqə. 1 milyon avro pul istəyir Qarabağdan. Yəni Benziya bunu istəyirsə, Patrik Andrade bilir Benziya nə qədər istəyir. O da deyək ki, məsələn üçün, deyək ki, 500-600 alırsa, o da 700-800 istəyəcək. Belə-belə biraz balanslar pozulur. O baxımdan Qurban Qurbanov yəqin ki, çox ciddi şəkildə düşünür bu suallar barədə. Özü də dəfələrlə oyundan sonra mətbuat konferansına bildirib ki, dəyişikliklər olacaq. Bu mövsüm Avrokuboklardakı zəif çıxış da var. Bu da bunu şərtləndirir dəyişiklikləri. O baxımdan bəlkə son illərdə elə Qarabağ tarixində Qurban Qurbanov gələndən bəri ən ciddi heyət dəyişikliyi bu mövsüm ola bilər. Mən ona görə